Neçə dəfə bunu demişəm, Azərbaycan xalqı harda varsa əzadarlıq var. Mən baxırdım, Avropada Azərilər, İstanbulda Azərilər ifadə edir, orada iştirak edir. Dünyanın hər yerindəki biz varıq, İmam Hüseyin məktəbi də var, hərdən gülməli gəlir mənə, deyirlər, bu kənardan bizə kimsə verir. Doğrudan da çox gülməli bir sözdür ki, bu bizim özümüzük, bizim milli dəyərimizdir, bizim milli kimliyimizdir Aşura. Artıq həm də bizim bir milli dəyərimizdir. Şəxsiyyət vəsiqəsi olar, orada neçə şey olar. Onlardan biri də dini, mənəvi tərəfini qoysaq, bizim milli kimliyimizin belə deyək, sənətlərindən biri də Aşuradır Azərbaycanlıların. Hətta sünnili, şiəli, dünyanın hər yerində, Azərbaycanın özündə indi gəliblər fikirləri kimlərsə kənardan qarışdırmaq istəyir. Azərbaycanda hansı məzhəbə aid olmasından asılı olmayaraq Aşura hamımız üçün ortaq dəyərdir və biz bunun vəhdət tərəfində çox qabartmalıyıq. Mən bunu deyirəm, Allah ömür versin, qismət olsun, görək, bu cümlə ilə də sözümü tamamlayıram. Biz dünyanı qılıncla fəth etməyəcəyik. Biz dünyanı eşqlə fəth edəcəyik, məhəbbətlə fəth edəcəyik. Bu məhəbbətin ən bariz nümunəsi, ən ali nümunəsi İmam Hüseynin Kərbəlasıdır ki, başdan ayağa eşq qoxusu verir, eşq ətri verir. Eşq ətri də belədir ki, dünyaya yayılan kimi hamını özünə cəzb edir. İmam Zaman Ağaya dünyada insanlar cəzb olunacaq. Bu Məhərrəm vasitəsilə, İmam Hüseyin əzası vasitəsilə onun ərbəyini, onun aşurası.